Salamlar, yine karşınızdayım. Hal-hazırda lövhədə bir məsələ nümunəsi görürsünüz. Məsələ nümunəsində yazılıb ki, X əsaslı say sistemində təsviri 1585 olan, yəni 1585 deməyək, bunlar belə deyil. X əsaslı say sistemində təsviri 1585 olan ədədin X plus 1 əsaslı say sistemində təsvirini müəyyən edin. Sual abituriyentlər üçün tərtib olunmuş tiplərdəndir. Bununla yanaşı bu sual sertifikasiya imtahanında da müəllimlər üçün təklif olunan sual tipi ola bilər. Say sistemlərinə aid sual tipidir. Gəlin sualın həlli ilə məşğul olaq. Sualın həlli belədir. Yəni bunun bir sxematik təsviri qursa, belə bir ədəddir. X əsaslı say sistemindədir. Biz bunu təsvir etməliyik. X plus 1 əsaslı say sistemində. Göründüyü kimi burada say sisteminin əsası olan X 8-dən böyükdür. Ona görə 8-dən böyükdür ki, çünki say sisteminin əsası onda olan rəqəmlərdən böyük olmalı. Yəni ən böyük rəqəmdən böyük olmalı. Məsələn, onluq say sistemi ən böyük rəqəmi 9-dur. Bu şərti diqqətdə saxlayaq. İstənilən halda bizə lazım ola bilər. Ola bilsin burada 9 rəqəmi də yerləşsin. Yəni 8-dən böyük o demək deyil ki, 9-dur say sistemin əsası. Yəni ümumiyyətlə bu görüntü əsasən 8-dən böyükdür say sistemin əsası. Biz bunu necə həll edək? Bu say sistemləri, yəni X və X plus 1 əsaslı say sistemləri heç cür bunlar arasında belə əlaqə qurmaq mümkün deyil. Belə problemlərin həllində onluq say sistemi körpü rolunu oynayır. Yəni X-lıq say sistemindən keçirik onluq say sisteminə. Daha sonra onluq say sistemində verilmiş ədədi X plus 1'lik say sistemində təsvir edirik. Çünki istənilən say sistemindən onluq say sistemindən keçid qaydası eynidir. İstənilən say sistemindən onluq say sistemindən keçid üçün açıq yazılış formasından istifadə olunur. Açıq yazılış forması biz nəyə deyirik? Açıq yazılış forması buna deyirik. Yəni 1, 5, 8, 5. Açıq yazılış forması üçün bunu biz şagirdlərə belə göstəririk. Üstündə rəqəmləri yazırıq. Yəni bu mütləq deyil. Yazılsın. Əsas odur ki, 1 vurulsun x-in üstü 3 üzərinə gəlsin. X-in kvadratı 8 vurulsun x üstə gəlsin 5 vurulsun x üstü 0. Göründüyü kimi 1, 5, 8, 5 ədədinin x-lıq say sistemindən onluq say sisteminə keçirdikdə bax, x-dan asılı belə bir 3 dərəcəli çoxhəddiyə var. İndi bunu biz təsvir etməliyik. Nədə? Bax, bu bərabərliyi biz təsvir etməliyik. X plus 1'lik say sistemindən, onluq say sistemindən X plus 1'lik say sisteminə keçməliyik. Onluq say sistemindən istənilən say sistemindən keçid üçün onluq say sistemində verilmiş ədədi keçəcəyimiz say sisteminin əsasına ardıcıl bölərək və sonuncu sıfırdan fərqli qalıqdan rəqəmləri tərsinə düzmə qaydası ilə müəyyən olunur. İndi həmin qaydanı buradan tətbiq edək. Yəni həmin qaydanı daha açıq formada demirəm. Çünki istənilən bir şəxs, yəni riyaziyyatda say sistemi ilə məşğul olan şəxs onluq say sistemindən istənilən say sisteminin keçid qaydası bilir. Bunun üçün bu çoxhədlini X plus 1'ə biz ardıcıl bölərək davam edəcəyik. Çoxhədlinin çoxhədliyə bu üsulla bölünməsi qaydası, yəni bucaqlı olaraq bölünməsi bu qayda ilə gedir. Biz baş həddə görə burada qismətə nə yazırıq? X kvadrat və fərqi tapırıq. Daha sonra yenə baş həddə görə biz bölən
çox həddini 4x hasilini tapacağıq. Bu da nə baş verəcək? Növbəti dəfə bunu nəyə vururuq? 4'ə vurmalıyıq. Və 4'ə vurarkən iç qalığı əldə etdik. Yəni bizə iş qalıq kimi 1 qaldı. Növbəti bax bu qismətdə alınan çox həddini indi nə edəcəyik? X plus 1'ə yenidən böləcəyik. Yenə analoji olaraq fərqi tapırıq və burada qalır 3x üstəgəl 4. Nəticə etibarilə bunu da 3'ə vursaq burada da qalığın 1 qaldığını görərik. Şimdi x plus 3 çox həddlisini biz x plus 1'ə böləcəyik. Deməli, burada göründüyü kimi biz bunu nəyə vurmalıyıq? Sadəcə 1'ə vurmalıyıq. Bu da eləyəcək x plus 1. Və fərqi tapsaq 2 olduğunu görərik. Artıq 1 nədir? 1 sərbəst bir ədəddir. Bunu x plus 1 çox həddisinə biz böldükdə qalıq kimi qiymətləndiririk. Yəni, burada da qalıq bu və qismətdə alınan bax bu 1, daha bunu bölmürəm, bu da bir qalıq. Burada tərsinə bax bu qalıqları bu istiqamətdə biz düzsək, sual işarəsinin əvəzinə biz alarıq belə bir cavab. 1, 2, 1 cavabını alarıq və bu da x plus 1'lik say sistemində bu ədədin təsviri hesab olunur.